Derin bir nəfəs ilə meditasiyaya başlayaq. Daxilində səni yoran, incidən, gerilədən, inkişafına mane olan duyğulardan azadlaşmaq üçün bir neçə praktikalar edəcəyik. Gözlərini qapat və dərin bir nəfəs al. Bədənini bacardığın qədər rahatlaşdır. Sanki bütün məsuliyyətlərini, öhdəliklərini, düşüncələrini bir kənara qoyaraq sadəcə burada olmağa, bu anda qalmağa çalış. Bütün bədənini rahatlaşdır. Göz qapaqlarını, iki qaş arasındakı sıxışmış əzələləri, boynunu rahatlaşdır, omurğanı rahatlaşdır. Tamamilə bədənini azad burax. Daxilində baş verən və səni yoran hansı duyğulardırsa, onları anlamağa çalış. Sanki uzaqdan özünü gör və duyğularını analiz et. Dərin bir nəfəs al və daha dərinə düşərək özünü hiss et. Hal-hazırda bədənində nə baş verir? Gərginlik mi var? Böyük bir stres mi var? Bitməyən, döngü halına çevrilən tərəddüdlü, qorxulu düşüncələr mi var? Analiz et düşüncələrini və duyğularını. İndi gəl onları bir-bir bədənindən təmizləyək. İlk öncə diqqətini düşüncələrinə ver. Bax gör beynin içərisində hansı düşüncələr səni yorur. Əgər özünü günahlandırırsansa, bu duyğuların yavaşca, təhlükəsiz bir formada düşüncələrindən sovrulub çıxdığını, sanki qara tüslər olaraq səni tərk etdiyini hiss et və qəlbindən daxilimdə olan və mənə xidmət etməyən duyğuları buraxıram de. Daxilimdə olan və mənə xidmət etməyən duyğuları buraxıram. Bir daha təkrarla. Bir daha təkrarla. Daxilimdə olan və mənə xidmət etməyən duyğuları buraxıram. Sanki o duyğuların zehnindən, bədənindən qara tüslər olaraq çıxdığını hiss et. Daxilindəki stresi də buraxaq. Onu da eyni şəkildə bir qara tüstü olaraq çıxdığını hiss et. Məntiqini söndür. Meditasiya zamanı heç bir məntiq bizə lazım deyil və ideal olmağa çalışma. Əlindən nə qədər gəlirsə, 1% belə, 10% belə
100% belə. Hər nə qədər bacarırsansa, o qədər təsəvvür edərək o duyğulardan azadlaş. Bu yaşına qədər, bu ana qədər, həyatının müxtəlif dönəmlərində ağrılı, acılı anlar yaşadın. Və ruhun, şuuraltın acını hansısa bir duyğuyla, inancla bütünləşdirib bədəninə yüklədi. Artıq o inanc, o duyğu sənə gərək deyil. Bütün acıları, üzüntüləri, keçmişdə yaşadığın hadisələrin anılarını daşımadan da davam edə bilərsən. O duyğuları hər gün xatırlamadan, o acıları hər gün yaşamadan uğurlu ola, güclü ola, pozitiv qala, enerjili ola bilərsən. Al dərin bir nəfəsini və döş qəfəsindən, sinə nahiyəndən, ciyərlərindən, bütün orqanlarından o duyğuların nəfəsinlə bərabər səni tərk etdiyini hiss et. Al dərin nəfəsini, verərkən bütün ağır duyğuları səni tərk etdiyini hiss et. Al dərin nəfəsini bir daha, doldur ciyərlərini havayla, ver nəfəsini və bütün bədənin rahatlaşsın. Bu andan etibarən daxilimdə yer alan bütün ağır duyğuları buraxmağı seçirəm. Mənə xidmət etməyən acıları, üzüntüləri, depressiv keçən günlərimi, anılarımı sevgi ilə buraxıram. Yanlış düşüncələrimi və duyğularımı buraxıram. Daxilimdə yer alan və mənə xidmət etməyən, məni gerilədən düşüncə qəlblərimi, düşüncə formatlarımı, inanclarımı sevgi ilə buraxıram. Üzerimdə olan və mənə xidmət etməyən yanlış düşüncələri şuurumdan, şuuraltımdan azad buraxıram. Özümü günahlandırmağı buraxıram. Kədərli olma seçimlərimi ləğv edirəm. Harda bilmədən və istəmədən, həyatımın hansı dönəmlərində kədərli olmağı seçmişdimsə, ağır duyğuları yaşamağı seçmişdimsə, depressiyada qalmağı seçmişdimsə, bütün o seçimlərimi ləğv edirəm. Aura alanımda yer alan blokların açılmasına niyyət edirəm. İrəliləməyimə mane olan bildiyim və bilmədiyim hansı tıxanıqlıqlar varsa, Yaradanın izni ilə onların açılmasını niyyət edirəm. Qəlbimin rahatlaşmasına, bədənimin enerji ilə dolmasına niyyət edirəm. İndi al dərin nəfəsini və bədəninin nə qədər yüngülləşdiyini hiss et. Sanki bədəninin üzərində olan bloklar, bariyerlər, ağrılar, acılar
beynindeki ağır düşünceler seni terk edip özüne icazə ver, yüngülləşdiyini hiss edəsən. Bir anda şəfalanmağın mümkünlüyünü ruhuna qəbul et. Bir anda hər şey dəyişdirə bilərəm. Yaradanın şəfasını qəlbimə, ruhuma, varoluş sistemimə bir anda qəbul edə bilərəm. Bir anda bir meditasiyada ağır duyğulardan qurtula bilərəm. Duyğularımı dərk edib, analiz edib, mənə xidmət etməyənlərini uzaqlaşdıra bilərəm. Bir anda həyatıma sevgini qəbul edə bilərəm. Mən bu andan etibarən həyatımın gözəlləşməsini seçirəm. Məni bloklayan hər bir şeyi rahatlıqla və asanlıqla özümdən uzaqlaşdırıram. Yaradanın sevgisini və qorunmasını qəbula keçirəm. Həyatımın gözəlləşməsinə icazə verirəm. Qəlbimdə sevginin yaranmasına və həyatıma bu sevginin yayılmasına icazə verirəm. Özümü toparlayıram, duyğularımı kontrol edirəm və həyatın mərkəzinə özümü qoyaraq güclü bir şəkildə addımlayıram. Mən öz gücümün fərqindəyəm. Hər şeyi bir anda gözəlləşdirə biləcəyimi bilirəm. Daxili gücümü oyadıb həyatımı gözəlləşdirə bilirəm. Mən cəsarətliyəm, yatmış cəsarətimi oyadıram. Həyatımın ulduzuyam və ətrafıma işıq yayıram. Özgüvənliyəm və özgüvənli olaraq həyatımı necə pozitiv tonda yaşayacağımın fərqindəyəm. Yaradanın sevgisini və şəfasını qəbul edərək güclənirəm. Doğru yoldan addımlayıram. Həyatın mərkəzindəyəm. Disiplinli bir şəkildə yaşamağı seçirəm. Hər günümə gözəl enerji ilə başlaya bilirəm. Öz güvənimi yaradıram və həyatımda produktiv olmağı seçirəm. Mən öz daxili pozitiv enerjimi yaradaraq həyatıma işıq saçıram. Disiplinli bir şəkildə gündəlik həyatımı yaşamağın nə qədər gözəl bir hiss olduğunu bilirəm. Fiziki həyatla ruhsal həyatın balansındayım. Yaradanın dəstəyini qəbul edərək, onun möcüzəli dəyişimlərini həyatıma qəbul edərək, gözəl, xoşbəxt, huzurlu həyat sürməyi seçirəm. Mən artıq enerji doluyam. Mən özümü sevirəm. Duyğularımı kontrol edə bilirəm. Pozitivdə qalmağı seçirəm. Enerjili olmağı seçirəm. Mən özümü yaxşı hiss etməyi seçirəm. Negativ duyğuları buraxıb, ağrıları, acıları buraxıb, güclü, cəsarətli, enerji dolu, sevgi dolu həyata bədənimi, ruhumu, şuurumu açıq elan edirəm. Ətrafıma sevgi yayıram və sevgi görürəm. Mən artıq həyatımın mərkəzində
güclü bir şəkildə, aydın bir zehində, pozitiv duyğu və hisslərdəyəm. Mən öz daxili enerjimin fərqindəyəm.